Deməli, manqal tam vəziyyətdə, hal-hazırda qiymətlə bağlı şəxsi yazı niyə deyirəm şəxsi yazı? Çünki burada o qədər nüanslar var ki, hər kəsə bu lazım olmaya bilər. Amma qiyməti deyəndə baha başa gələcək. Məsələn, bu söküləndirsə, bu bahadır. Tutaq kiməsə setka lazım deyil. Bunun iki tərəfi də, indi mən sizə göstərirəm. İki tərəfi setkadır. Bu nej setkalar. Yəni bu boyda nej setkanı gedib bazardan alsanız, nikel yox, nej. 30-35 civarında olacaq, 30-35 manat. Yəni kiməsə bu ehtiyac yoxdur. Bu şişlər məsələsində əlavə vitsin mümkün. Ona görə qiymətlə bağlı şəxsiyə yazın. Amma çox super şeydir, bunu özümüz yazmışıq. Setka yəni lazımlı bir şeydir. Bir də gedib axtaramayın, çünki mağazinin əksəriyyəti, hamısını deməyim, əksəriyyəti dəmirdir üstü nikelindən. Burada mərmər də qoya bilərik. Burası isə şişləri, şişlərin yeri ayrıdır, həm ətdir, kömürdür, nə siz qoya bilərsiniz. Bir də daşınması da çox rahatdır. Yəni belə böyük ola bilər, 5'lik listi 80 santı. Amma rahatsız